Yox, belə deyir. Yox, belə deyir. Hamıda belədir. Təkcə məndə belə deyir. Gedir. Gedir. Filan kəs filan günah heç mən onu eləmirəm. Gedir. İstəmir inansın. İstəsən də, istəməsən də aşağı gedir. Çünki başlayanda Allahla başladı. Ortalarda Allah getdi. Əhl-i Beyt getdi. Yadından çıxdı ki, bunu bura qədər gətirən Əhl-i Beyt idi. İndi daha ora Əhl-i Beytin adı üçün getmir. Allah üçün getmir. Öz adı üçün gedir. Öz olan yerdə yüksəliş yoxdur. Mən olan yerdə kamal yoxdur. Mən olan yerdə tənəzzüldən başqa bir şey yoxdur. Mümkün deyil. Ayə deyim. وَلَوْ فِشِينَا لَرَفَعْنَاهُ بِهَا Biz istəsəydik onu ucaldardıq. Zaten istəyirdik onu ucaldaq. Bəs niyə ucaltmadın ya Rəbbəl aləmin? وَلَاكِنَّهُ أَخْلَدَ إِلَى الْأَرْضِ Yapışdı qaldı yerdə. Fikirləri dünyaviləşdi. Dünya maraqları tutdu onu. Şəxsi ambisiyalar. Dünyasını da axirətində körpə eləmir. Bütün marağı dünyadır. Dünyadır, dünya. Ahirət yoxdur. Əxlədə iləl ərd və təbə həva. Həva və istəyinin qurbanı oldu o yazıq. Bədbəxt elədi özünü. Amma lərəfə'nahu. Biz istəyirdik onu ucaldaq. Riya imkan verməz ucalasın. Həsəd imkan verməz qalxasın. Diqqət bu. Oyandığın indi qədir gəlsə oturun. Doğrudan beləymiş şey. Oyanmışam da indi. Məndə bu xüsusiyyət varsa gedə bilməyəcəm. Gəlməyəcəm. Olmayacaq. Ucala bilməyəcəm. Məndən siva şeylər çox ola bilər, vəzifəm arta bilər, pulum çox ola bilər. Müəyyən məsələlər arta bilər, amma mən böyüməyəcəm. Elə oralarda qalacaq. 5-10 nəfər də aldatacaq onu. Sən maşallah yaxşısan, vəziyyətin yaxşıdır. 5-6 nəfər də insan hərdən ətrafında olanlar, belə insanlar olur ki, adam bəzi ətrafı elə bədbəxt edir ki, heç qıraq o qədər bədbəxt eləməz. O qədər lazım olmayan tərifləri deyir, bu inanır. Elə saxlayır onu orada. Diqqət bu da çəkil bir cuşəyə. Oyanmısan, baxım görüm nələrim çatışmır.